Şovan Məhəmməddən Açıq Ələsgərin qardaşı Məhəmməd bir neçə nəfərlə dəstə bağlayıb Qarsa gedirlər Fəhləliyə. Almurad xan gəlib Fəhlənin içində Məhəmmədi görəndə deyir, Məhəmməd səni 19 şəhlənin böyüyü qoydum. Məhəmməd sabahsız adam deyir, mən nə bilən böyük nə deməkdir? Dedim, xan sağ olsun, mənlə böyük olmaz. Ulat deyir, qonşu kətdi mənlə gedən, əlini qaldırdı ki, mən olam böyük. Fikirləşdim ki, görə böyük nə deməkdir? Dərdin alım, böyük nədir? Deyirdi, bu 19 adamın böyüyü olacaksın, şəhərdən çörək alıb gətirib işlədəcəksin, qoymayacaksın qaça təzə. Deyirdim, xan sağ olsun, niyə mən Göyçə mahallında 250 toğul utarram? Burada 19 adama böyüklük eləyə bilmirəm. Məni böyük qoydular, deyir. Hər gün şəhərdən çörək gətirib fəhlənin çörəyini verirəm. Bir gün gördüm, deyir, əyağı yer tutan qaçır, nədir bu? Deyir, dedilər, Dağıstandan gəlir, Səlvi Xoramandır, onun məlahətli səsinə, gözəlliyinə baxan, bu çardağın altında duran adama bir beşlik qızıl verir. Mən də getdim, deyir. Yaxı, mən qərib adam giyə bilmərəm buraya, Almurad xan gəldi, oğla Məhəmməd, nə edirsən? İstəyirəm bu aşığın söhbətinə baxam. Cəmaat ma yol verəcək, ətəyimdən tut, əlin mənim ətəyimdən çıxar, cəmaatın yəqin altında qalarsan. Xana deyir, cəmaat gürnəşləndi, yor verdi. Ortada ağaçdan bir stol, arxalı stol düzəldiblər, onu qoydu. Hündürdən səsləndi, bu adam mənim adamdır, heç kimin xətrinə dəyməsin. Xan gedəndən sonra deyir. Belə başımı qaldırdım, baxdım, gördüm ki, 40 dənə qız var. Bunların içində bir qarı var. Adına Qazı Kəhər qarı deyirlər, elmi qırtısı qutarıb. Amma Səlmi Xoraman dünya gözəldir, təhpədən dırnağa sarı kətən geyinib. Saçlar alaçuruç yerə sancılıb, gözlər xanlıq fənarıdır. Onun imizəsi var Gülşən xanım. Gülşən xanım da bu tərəfindədir. Mən deyir, o qədər xoşuma elə, stolu deyir, xanımın stolunu böyrünə qoyam. Deyir, dedi ki, ay, sən kimsən? Ölü oğul ölü, mənim dizim gözümdə otursan. Xanım, mən ölü olsam, 70 qəbir keçmişəm, birinə basarlaram. Deyirəm ki, buraya gəlmişəm. Haralsan, mən İrəvan Qumurratının Göyçə mahallı basar, İçərlərinin axilisi kəndinə toğul yedim Məhəmmədəm. Deyir, dir adresini var. Dedi də anasının oğlu. İndi mən qabağa düşüb şey edəcəm, sən cavab verəcəksən. Görə indi xanım nə deyir? Asxaz, indi xanım burada kim olacaq? İndi cavan sənsən burada. Yəqindir ki, qocadan cavan yaxşı, sən olacaqsan. Olar. Nə cür dedin, de qulaq asım. Xanım deyir ki, istəyir ki, səni qoyub kamana, uzaq bir diyara ata gözlərim, günahkar qul kimi tutub qolundan çıxardıb bazarda sata gözlərim. Ay xanım, mən sabahsızam. İkincisi də mən gəlmişəm, toğlunun yanından gətiriblər. Cəmaat dedi də, toğlu yedəndə örgənməyibsən heç söz. Örgənmişəm, bir qatar o da xanıma xoş gəlməyəcək. Cəmaat əl vurdu, deyilən. Amma xanım əmr elədi ki, Gülşən xanım, sən şeirləri yaz, Urfatdan kim çıxsa təmmih olacaq, görək nə cür deyir. Hata gönder,
De görüm sözünü Məhəmməd deyir xanım, denən bir o qədər laf eləməsin, indi tapacaq böyük xata gözlərin, az ona bir yavaşca layla çəkəcəm, məst ola, süst ola yata gözlərin. Xanım da güldü, xoşuna əldi. Doğrudan da Xudavənd aləm gözəl xəlq eləyib, ağlamağı da gözəldir, gülməyi də gözəldir, adama söyüncü də xoş gəlir. Yazın çirkin, sana can deyə xoş gəlməyəcək, ölmüşün eyvətdə gülməmir. Görək, xanım nə cür deyir, biz nə deyir, köyünə gözəlləmən hava. Çağır gelen gelsin qohumun, yadın, yığılsın yanını övlə dəşladın, alacam canını mənəm cəlladın, vaxt ki qolların çata gözlərim. Xanım deyir ki, yani bunun boynunu vurdum ya, xanım şər işe çalışan tapacaqdır şər, dərin quyu qazan özü tez düşər, buluram şahmar kimi fürlər, şər, onda tapar büyük xata gözlərin. Hələ Səlvi Xuramanam, tanı bil məni. Dərsimi verib, yaradan qəni, əliyib xəlbirdən keçirəm səni, çürmüş torpaqlara qata gözlərim, Məhəmməd güldü. Hə, ölü ol, ölü, nə gülürsən? Hə, xanım, indiyyətə səndən qorxurdum, indi qorxmuram. Hələ göğsüm halında bir kişi ələklə xəlbirdən ölməyib.